İlkin artıq vaksin vaxtıdır və vaksin vaxtında biz ən keyfiyyətli vaksinlə durmalıyıq. Öz itimizdir, yenə deyirəm, siz itinizi həkimə aparın, bu mənim öz itimdir deyənə vaksinləməsində özüm edəcəm. Kameraya düşməsin deyənə deyirəm. Və vaksindən sonra bunu təbii ki, daha yaxşı həkimlər bilir. Balanızı çox vura-vura aparmalı. 10-15 gün karantin qalır. Ondan sonra artıq məşğələlərə başlayacağıq və bütün məşğələləri də çəkib sizlə paylaşacağıq. Artıq şiş zad da yoxdur.